şiəlik yolu, iblisin yoludur, şəxsi vaxtsa yoludur. Ya Mehdi, ya Hüseyin, ya Əli yoludur. Yəni dilləri. Allahdan qeyrilərini çağırmaq yoludur. Yəni Allaha həmd olsun ki, İslam'a aid olan bir yol deyil. Peyğəmbərimizin sallallahu əleyhi və səlləmin təbliğ elədiyi yol deyil. Yəni hal-hazırda günümüzdə yaşanan şiəlik yolu İranın yoludur, Xomeyninin yoludur və iblisin yoludur. Subhanallah, nə qıldıqları, yəni namaz, ibadətləri, nə ziyarətləri, hamısı yəni fuflodur, yəni hər şey boşdur onlarda. Birincisi, fuflo sizin kimi insanlardır ki, İslam dinine təfriqə yaradır. İslam dini parçalayır. Bu bir. İkincisi, sizin dediyiniz din, sizin getdiyiniz yol düzgündür, hə? Allah'a deyirsiniz ki, Allah göydədir, Allah nə bilim səmada yerə enəcək, Allah üzü var, tükü var, nə bilim Allah'ın əli var, Allah kürsüdə oturub, Allah qiyamət günü ayağın baldırın cəhənnəmi qoyacaq, deyəcək ki, bəsdir. Sizin getdiyiniz din budur. 3. Sizə kim ixtiyar verib ki, İslam dini bu cürə parçalayasınız? Hər kimdir, nə cür ibadət eləyir, onun fərqi yoxdur. Onda siz də xalça pərəstsiniz də. Peyğəmbərimiz zamanında xalça ibadət eləyirdi. Peyğəmbərimiz xalçaya səcdə eləyirdi. Bir dənə mənə dəlil gətir ki, Hasan Peyğəmbər xalçaya səcdə eləyib. Peyğəmbərin zamanında xalça yox idi. Onda siz də dinə bidət gətirmişsiniz də belə çıxırdı sizin dediyinizə görə. Bu üçüncüsü. Dördüncüsü, İslam dininə haçandan təfriqə yaratmağa icazə ver. Sən deyirsən ki, mən əqidəm düzgündür, hə? Amma sən qarşı tərəfin inancını, dəyərini təhqir eləyirsən. Sən bu ixtiyarı kim verib? Kim icazə verib ki, sizə bu hərəkətləri eləyəsiniz? Hər bir insanın bir cür düşüncəsi, bir cür əqidəsi var. Hər cür bir insan bir Allaha ibadət edir. Onun sənin ixtiyarın yoxdur ki, hər hansı bir insanın ən az inandığı şeyi təhqir eləyəsən. İnandığı şeyi aşağılayasan. Ayıb olsun sənə. Allah sizin kimi insanlara hidayət eləsin. Əgər hidayət eləmirsə, məhv nabud eləsin.